Bugündən paytaxtda qadın avtobus sürücüləri işə başlayır. Bu addım ictimai nəqliyyatda yeni bir mərhələ kimi qiymətləndirilir. Bəs paytaxt sakinləri bu yeniliyi necə qarşılayır? Qadın sürücülərin işə başlaması xidmətin keyfiyyətinə təsir göstərəcəkmi? Gəlin birlikdə öyrənək. Qadındır, kişidir, hamısı indi hüquqlar eynidir bu dəqiqə. Yəni pis baxmıram. Yetər ki, cəmaatı yerinə, ünvanlarına düzgün çatdırsın. Mənfi hal deyil, amma biraz ehtiyatlı olmalıdırlar. Sürücülər Bakı Bas avtobuslarında işə başlayır. Sizin buna münasibətiniz necədir? Çox yaxşı, çox müsbət. Sizcə işlərin öhdəsindən layiqincə gələ biləcəklər? Bu sizin üçün hansı? Əgər ciddi yanaşsalar gələrlər. Qabaqlar tramvay sürürdülər, sonra trolleybus sürürdülər. Niyə gəlmirlər? Ciddi yanaşsa işə gələrlər. Lap yaxşı. Əgər bacarıqlı sürücü olsa normal maşın sürəcək. Təcrübəli sürücü olsun əsas. Yəni qadın kişi çox da fərq eləmir. Yaxşı olar ki, yəni vaxtında işləsinlər. Əsas məsələ odur, vaxtında işləmək. Yoxsa ki, o birlər kimi olacaqsa 5 dəqiqə məsafəni 25 dəqiqəyə çevirərlərsə heç eyni şeydir. Hər halda qadınlar biraz təhlükəni gözləyirlər. İşlərində uğurlar arzulayırıq. İşini bilən adama lap yaxşı. Ne deyə bilərik? Çox gözəl. Əgər daha diqqətli olsalar, qadınlar daha diqqətli olur kişilərə nisbətən. Yaxşı olar inşallah. Kəs qadın kişi olmağına baxmayaraq peşəkar işçilərə hər yerdə tələbat var və peşəsinin öhdəsindən layiqincə gələrsə niyə də olmasın? Gözəldir, yəni olsun. Qadın sürücülər olsa məncə biraz daha məsuliyyətli yanaşarlar. Qadın sürücü ilə bağlı fikrimiz pis deyil, yəni normal qarşılayırıq. Bacarırlarsa, yəni işləsinlər daha yaxşı. Onlar balaca maşını zorla sürür. Hamısı da oturur maşında telefonla oynayır. İndi başa düşürəm, burada disiplina var. Burada telefonla o sürücülük eləsə onu cərimə verəcəklər. Ancaq baxma da kişilər qədər onların vəri bax, zadı yoxdur axı.